Amerika'nın Florida ştatında hökm sürən həddindən artıq soyuq hava dalğası iguanaların donmasına səbəb olub. Soyuqdan hərəkətsiz qalan yüzlərlə yaşıl iguana ağaclardan yerə düşərək iguana yağışı mənzərəsi yaradıb. Doğru Xəbər Azərbaycan bildirir ki, Florida Vəhşi Təbiəti Qoruma Komissiyası soyuq havanın təsirinə məruz qalan iguanaların 2 gün müddətinə vətəndaşlar tərəfindən toplanmasına müvəqqəti icazə verib. Rəsmilər bu müddət ərzində tapılan donmuş heyvanların birbaşa aidiyyatı qurumlara təhvil verilməsi çağırış ediblər. Verilən icazədən sonra ərazidə hərəkətsiz vəziyyətdə olan 1000-dən çox iguana yığılaraq səlahiyyətli orqanlara təqdim edilib, müddət bitdikdən sonra isə tapılan heyvanların insani qaydalara uyğun şəkildə zərərsizləşdirilməsinə icazə verildiyi bildirilib. Rəsmilər vurğulayıb ki, yaşıl iguanalar Floridada istilaçı növ hesab olunur və yerli ekosistemə ciddi ziyan vurur. Toplanan iguanaların hamısının insani şərtlər altında evtanaziya ediləcəyi açıqlanıb. Bakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnuroğlu Abidinovun yeri polis tərəfindən müəyyən edilib və o polis şöbəsinə gətirilib. Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub. Hazırda onunla profilaktik söhbət aparılır. Bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb. Qeyd edək ki, Vasif Abidinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O tətilini Bakıda keçirmək üçün yaxını gilə qonaq gəlibmiş.